İndi isə Vüqar müəllim çağırırıq. Vüqar müəllim, buyurun. Alqışlayaq Vüqar müəllimi. Çox sağ olun maraqlı təqdimatlar üçün. Təşəkkür edirik dinlədiyiniz üçün. Mən yəqin ki, bu günləri nitqimi söyləyəcək maliyyə sektorundan yeganə iştirakçıyam, əgər səhv eləmirəmsə. Və mən bu auditoriyanın qarşısında hansı ki, həqiqətən də nəyin yaxşı, nəyin pis olduğunu bəlkə də çox gözəl bilir. Alətlərdən danışmalıyam, fəqət mən bir qədər fərqli yanaşma ilə getmək istəyirəm. İcazənizlə və son dövrlərdə biz hamımız çox maraqlı bir tendensiyanı müşahidə edirik. Adaptasiya, slaydlara gələcəm, narahat olmayın. Çox maraqlı bir şey müşahidə edirik. Bu, odur ki, xeyli idarəetmə aləti yaranıb, xeyli dashboard yaranıb, AI yaranıb, yeni metodlar, metodologiyalar yaranıb. Bizim dashboardlar çoxalıb və qərar verməyimiz üçün həqiqətən də xeyli sayda instrumentari formalaşıbdır. Fəqət bu bizim qərar vermə sürətini artırıbmı? Bəlkə də bunun tərsini edibdir. Mən öz təcrübəmdən deyə bilərəm. Və bəzən mənə elə gəlir ki, bizim problemimiz idarə etmədə daha çox alətlərin sayında, çatışmamazlığında deyil. Hansı alətin işləmədiyini tapmaqdadır. Və bu bizim qarşımıza qoyduğumuz ən böyük challenge-lardan, ən böyük suallardan biridir ki, nə işləmir? Yəni, cərrahi müdaxilə hara lazımdır və nə vaxt lazımdır və niyə lazımdır? Və bu günləri mən idarəetmənin alətlərindən yox, idarəetmə zamanı nə işləmir, onlardan danışmaq istəyirəm. Və başlıca olaraq ilk əvvəl çox hörmət etdiyim Nasim Tələbin sözü ilə başlamaq istəyirəm ki, külək şamı söndürür, ocağı isə alışdırır. Yəni, bu o deməkdir ki, dəyişkənlik dönəmində dəyişiklik özü pis deyil. Dəyişkənliyin yaratdığı faktor pis deyil. Bunun nə yaxşı, nə pis tərəfi yoxdur. Siz küləyə pis və ya yaxşı deyə bilməzsiniz. Fəqət biz bu dəyişikliyə nə qədər hazırıq. Biz nə qədər hazırıq ki, bu dəyişikliyə adaptasiya eləyək. Və bu zaman sual küləyin gücündə deyil. Sual bizim sistemin quruluşundadır ki, bugün bizim biznesin vəziyyəti necədir? Və biznesdə də eyni cürədir. Yəni də öncədən sadaladığım texnologiyalar, həllər, AI, rəqiblər, müştərilərin davranışları, yeni risklər, hamı da eyni vəziyyətdir. Fəqət bunları kontrol etmək üçün bizə alət lazımdır? Yoxsa bizim zaten alətimiz var, fəqət biz bu aləti istifadə etmirik. Və qeyd etmək istəyirəm ki, dəyişkənliyin özü, bizim əsas tezisimiz onun üzərindədir, özü bir hadisə deyil, bu mühitdir və biz bu mühitin bir hissəsiyik. Və bu zaman universal idarəetmə aləti varmı? Təbii ki, var. Universal idarəetmə aləti həmişə var. Bu çəkicidir və ya mişardır, ya baltadır. Və bu həmişə işləyir. Yəni, kim demişdi, Arkimed demişdi də, mən leverage verin, yer kürəsini yerindən tərpədim. Bu var, həmişə var. Amma bu özlüyündə bizim problemimizi kökündən həll edirmi? Yox. Çünki bəzən KPI problemini düşünürük. KPI həll edəcək, OKR həll edəcək, Agile həll edəcək, AI həll edəcək. Ya təzə adam götürüm komandayı falan kəs bacarmadı. Bu həll edəcək. Həll edirmi? Gəl özünüzə avaq və eləmi. Amma reallik odur ki, heç bir alətən rəssal deyil. Yəni, Maslow'un sözünü yenidən gətirmək istəyirəm. Təkər bizim əlimizdə o gələn instrument çəkici isə hər şeyə smart baxar. Və bu tezis üzərində mən 3 tezis üstündə öz diktimi qurmaq istəyirəm. Qeyd etmək istədiyim ilk tezis ondan ibarətdir ki, mürəkkəb vəziyyətdə fərdi mühakimənin rolunu artırır. Yəni, hamımız Chester-Sauenberg'in hadisəsini xatırlayırıq da, o təyyarənin Qudzon çayının üzərində uçurmuşdu. Və onun kifayət qədər dashboardu var idi. Airbus A320 kifayət qədər sophisticated, kifayət qədər advanced dashboardlara, informasiya sistemlərinə malik idi. Bundan əlavə bir xeyli ekstra fayda hansı ki, nəzarət nöqtəsində, yəni yerdən müşahidə aparıdır onun məsləhətləri. Amma bu heç bir işləmir. Sübut oldu işləmədi. Niyə işləmədi? Çünki fərdi mühakimə olasın elə. Və bugün biz dashboarddan danışırıq, bugün biz idarə etmə metodlar, metodologiyalarından danışırıq və dəyişkənlikdən danışırıq. Və dəyişkən bilir, hər zaman bizim idarə etmə üçün qərarlarımızı mühümləndirirmi? Və bu bizə qarşıya qoyan nəticəyə gətirirmi? Məncə yox. Amma həqiqətçi olaraq bizi xilas edən bəzən liderin, rəhbərin, menecerin və istəyirsizliyi, onun mühakiməsi bədə hallar. Mühakimə isə çox sadədir. Nəyi saxlamaq lazım, nəyi eləmək lazım, eləməmək lazım. Və buradan da mən paradoksa gəlmək istəyirəm. Və paradoks bu idarə etmə paradoksudur. İdarə etmə paradoksu ondan ibarətdir ki,
Dəyişkənlik artır, transformasiya sürətlənir və təşkilatlar sistem qurub buna nəzarət etmək istəyirlər və qurulan nəzarət sistemləri həmişə bizim suallarımıza cavab verir. Bəs olsun. Daha çox data istəyirik, daha çox prosedur yazırıq, optimallaşdırma eləyirik, kommunikasiya kanallarını gücləndiririk, işçilərin psixologiyasına girmək istəyirik ki, başa düşək, GenZ necə fikirləşir. Alınırdı o. Kimdən yaxşı alınır? Kimsə deyə bilərsə, çok xahiş edəcəm, mənə zorlayacaqsın. Alın. Niyə alınır? Çünki problem ondadır, müəyyən müddətdən sonra nəzarət adaptasiya sürətini azaltmağa başlayır. Və ya biz yaxşı kontrol, yaxşı idarəetini qurmalıyıq, ya da biz adaptasiyada sürətimizi itirəcəyik və həqiqətən şəkildə düzgün bir qeyd var. Bu yılan qeyri-müəyyən içəli başlayır öz-özünü yeməli içəri. İçəridən yetib qarışır. Bu o deməkdir ki, biz adaptasiya olmağa çalışarkən, nəyəsə yaxşı eləməyə çalışarkən bir sistemimizi dağıdırıq. Və bu mənim ikinci tezisimdir. Dəyişkən limit xüsusi idarə fəaliyyəti tələb edir. Və dəyişkən limit nədir? Necə başlayır və nəyin üzərində durumur? Planlar işləməyəndə, zərdiş etdiyimiz alətlər işləməyəndə yerdə nə qalır? Nəyin üzərində biz istifadə etməyə başlayırıq? Yəni biz seçməliyik, ya biz güclü adaptiv şirkət olmalıyıq, ya zəif olmalıyıq, güclü nəzarət qurmalıyıq və zəif qurmalıyıq və bunların arasında olan nöqtəni seçməliyik. Yəni güclü adaptivlik və güclü nəzarət və zəif adaptivlik bürokratiyaya aparacaq. Güclü adaptivlik və zəif nəzarət bizi xaosa aparacaq. İstəyirik mi bunu? Təbii xaosun yaxşı şərətləri də var. Və zəif nəzarət, zəif adaptiv olsaq şirkətimiz kollaps olur. Filankin. İstəyirik dəqiq konuda səbir. Bəs nədir burada universal həll? Bəs planlar işlənəyən bu dizə nə qalır yerdə? Bu da maraqlı tezisi. Və bugünkü gündə mən maliyyə sektorunu VDOP-unu təmsil edən yeganə speakerəm dərgədə və mənim üçün, mənim təcrübəm üçün etimad yeganə alətdir. Bu etimad hər bir şeyə söykənir. Əgər etimad yoxdursa, kapital dayanır. Əgər etibar yoxdursa, işçilər gedir. Əgər etimad yoxdursa, lizik iş yerini dəyişir. Sektor dəyişir, mühit dəyişir, aləti itiririk və bazarı itiririk. Bu açardır. Bəs ən vacib sual bundan ibarətdir ki, etimad olmasa bizim sistemlik işləyə bilər. Və biz nə etməliyik ki, etimadı qazanaq və saxlayaq? Söhbət bazarda olan etimaddan getmir. Söhbət əməkdaşların bizə olan etimadından gedir. Özümüzə olan etimadından gedir. Və bizim partnerlərin bizə olan etimadından gedir. Və ən vacibdədir ki, özünüzə də komandanın bizə olduğu və bizim komanda olduğu etimad da gelir. Və bunun üzərində digər bir şey eləmək istəyirəm. Və bu etimad özü-özündə yumşaq bacarıq deyil, bu soft skill deyil. Etimad şiddəti, fəaliyyət beslədiyi əməliyyat sistemidir. Endorsement. Yəni biz etimadın üstündə şirkətimizi qurub işlədir. Və çox maraqlı təzadlı bir fəlsəfi sual var da, bu zəriyəndə A rəngzəmi olur. Əslində heç nə olmur. Çünki A rəng bütün molekular strukturunun tərkibi hissəsidir. Bütün molekular strukturun dəyişikliyidir və bu ənəmdə A rəng sadəcə olaraq bir strukturun digər bir strukturuna keçir, yox olmur. Eyni şeydə etimada aiddir. Mən öz təcrübəmdən desə bir nüans qeyd eləmək istəyirəm. Təxminən 2 il yarımdan əvvəl Azərbaycanda ilk dəfə baxdıq ki, institut bank tətbiqləri içində hər şey var, amma institutda yox. Düşündük ki, gəl bunu burada yaradaq. Və bunun üçün regulasiya yox idi. Bunun üçün təcrübə yox idi. Bunu Revolut və s. Robin Hood etmişdi, amma biz etməmişik. Azərbaycanda yox idi və biz bunu gəldik komandalarla danışmağa ki, ay qamaq, gəlin görək biz bunu necə eləyək. İdeya var. Və bizim şirkətin ən baş gələn komanda üzvləri, o cümlədən mən çox sevdiyim bizi hüquq mütəxəssislərin biridir. Hansın ki, mən dedilər ki, bu bizi bağlayacaq. Və bu alınmayacaq, partlayacaq. Və mən bu zaman iki şey edə bilərdim. Bir sübut eləyə bilərdim və danışa bilərdim ki, bu niyə partlayacaq və alınmayacaq. İki, deyə bilərdim ki, narahat olmayın, gəlin mənim ardınca hamı bir dönbə olsa olmaq istəyir. Just scope-la freedom. Gəlin yerə bunu eləyək. Amma çox sadə bir həll yolu bunu həll etdi. Yəni həll yolu oldu ki, mən dedim, gəl bir dənə necə eləyək partlamasın. Çünki həqiqətən adamımız izləyirlər. Və bu əməkdaşla şirkət arasında etimad pörtüsünü yaratdı. Tabii çox var. Yəni əməkdaş etimadı edəndə siqə etmir. O siqə ancaq o zaman etifadır ki, əmin olun ki, onun üçün təhlükəsiz, ədalətli və gözəl bir şəraiti və o şəraitdə işləyir. O şəraitdə etimadı. Bizim rolumuzda sadəcə olaraq o etimadı yaranmasa maneəni aradan qaldırmaq təsadiq. Və etimadı necə biz yarada bilərik? Bu da əslində adaptasiya özü texnologiyanın problemi deyil. Artıq qeyd etdim, bu bizim etimad məsələsidir. Bəs biz etimadın özünü necə yarada bilərik?
Təbii ki, məsuliyyəti bölüşmək. Əməkdaşlarla, partnyorlarla və s. Yəni bir daha qayıtmaq istəyirəm Nasim Fərəcəvin bir ifadəsi var, Skin in the Game. Yəni hamı onun Black Swan kitabı ilə əminəm ki, tanışdır. Amma onun Inserted adlı daha 4 kitabı da var. Və onlarda daha dərin fəlsəfi mənalar var. Və Skin in the Game deyilib kitabın adı belə gedir. Əlin daşın altında olması. Elə ki, əlin daşın altında, bütün komandanın əli eyni daşın altındadır. Yəni o demək deyil ki, biz fiziki olaraq əməkdaşın işini götürüb görməliyik və ya komandanın işini daşımalıyıq. Xeyr. Komanda zaten nə etmək olduğunu çox yaxşı bilir. Komandaya lazım olan bir şey var ki, o sizə etimad eləsin. Düşdüyü mühitə etimad eləsin ki, etimad mühit onun tələblərini qarşılayacaq. Mühit onu yarımçıq qoymayacaq və lideri onu öz ardınca aparacaq və heç vaxt yıxılmağa qoymayacaq. Bu çox vacib. Bu baş verərsə siz müştərilərin də etimadını qazanasınız təbii ki. Bazarda da belədir. Yəni hamı düşünür ki, əgər mən bu günləri öz restoranımda yemək yeyirəmsə, deməli burada yemək yemək olar. Mən öz şirkətimə investisiya eləyirəmsə, deməli mənim səhmdarım da eləyə bilər. Mən öz şirkətimin məhsulunu alıramsa, deməli mənim müştərim də bu gün gəlib hansısa bir şirkətin səhmlərini, çünki mən ora investisiya eləyirəm. Və mənə bugün soruşulan sual da odur ki, Vüqar, sən maliyyəçisən, biz nə alaq? Deyirəm filan şey, deyir, özün alırsan, deyirəm yox. Deyir, onda mən niyə deyirsən bunu? Təbii ki, bunun səbəbləri var, mən bunu izah etməyə çalışıram, amma bu işləyən bir tezisdir. Və əsas məsələ, kəsmək yoxsa yapışdırmaq. Yəni, bu bizi hamımızı narahat eləyir. Vaxt varmı? 2 dəqiqə. Kəsmək yoxsa yapışdırmaq. Yəni bu da bizim hamımızı maraqlandıran bir sualdır ki, bizim rəhbər olaraq, menecer olaraq, lider olaraq rolumuz nədir? Nəyisə artıraq, dəyərmi yaradaq, yeni proses yaradaq, prosedur yaradaq, nəzarət quraq, dashboard yaradaq, fəlsəfədən danışaq əməkdaşlarla. Nədir bizim rolumuz? Mentorship eləyək. Bu yaratmaqdır hamısı. Amma bunun arxasında çox maraqlı bir şey var. Çünki komanda zaten nə etməli olduğunu bilir. Mən hüquqşünasdan artıq bilə bilmərəm. Mən həkimdən artıq bilə bilmərəm. Mən IT mütəxəssisdən artıq bilə bilmərəm. Fəqət mənim bildiyim bir şey var və gördüyüm bir şey var ki, onu işləməyə mane olan nədir? Və bu bürokratiya, bəzən qorxu, bəzən qeyri-müəyyənlik, bəzən isə təşkilə daxili çəkişmələr olur və əsas məqsəd bunların aradan qaldırılması kimi görsənir və bu da kəsməkdir. Yəni bizim işimiz yapışdırmaq deyil. Və son olaraq qeyd eləmək istəyirəm ki, əvvəlki tezisə qayıtsaq, külək şamı söndürür, ocağı isə alovlandırır. Bəzən küləkdən qaçmaq əvəzinə bizim yəqin ki, görmək olduğumuz yelkən düzəltməkdir. Bəlkə də bizim görməli olduğumuz dəyişikliyi qəbul etməkdir və küləyin özünü, dəyişikliyin özünü arzulamaqdır. Çünki bizi qalxmağa və inkişaf etməyə yalnız bu kömək eləyir. Çox sağ olun. Çox sağ olun, Vüqar bəy. Təşəkkür edirik. Dinar.